Salam dostlar. Bugün sizə çevrə daxilinə və xaricinə çəkilmiş üçbucaqlar və çoxbucaqlılar haqqında danışacağım. Burada başa salınmalı bir şey yoxdur. Hamısı əksərən, düsturlardan ibarətdir, amma yenə də şəkillər üzərində göstərəcəm təbii ki də. Birinci adi bir üçbucaqdır. Adi bir üçbucağın daxilinə çəkilmiş çevrənin radiusu. Bu radius bərabər olacaq sahənin 2 qatı bölünsün perimetr. Perimetrdə ABC-nin cəmidir. Daha sonra bunları adlandıraq ABC. Üçbucağın xaricinə çəkilmiş çevrədə isə böyük yer olacaq və böyük yer ABC-nin hasili bölünsün 4S-dir. Sonra bərabər tərəfli üçbucaqdır. Daxilinə çəkilmiş bərabər tərəflidirsə AAA'dır. Bu zaman radius, yəni kiçik radius bərabər olacaq A kök 3 bölü 6-ya. Və yaxud belə çəkək. Və bu tərəflər qarışdıracaq dairəni. Bərabər tərəflidir, onu bilsək bəsdir. Çox balaca çəkdim. Sıxsın deyə belə oldu. Böyük radius isə bərabər olacaq A kök 3 bölünsün 3-ə. Düzbucaqlı üçbucaqda düzbucaqlı üçbucağın daxilinə çevrə çəksək, radiusu və A, B, C. A ilə B-nin cəmindən C-ni çıxırıq, bölürük. A-nı biraz aşağıdan yazım ki, qarışmasın. Bölürük 2-yə. Daha sonra böyük radius isə burada, yəni düzbucaqlı üçbucağın xaricinə çəkilmiş çevrənin radiusu isə hipotenuzun yarısına bərabər olacaq. Düzbucaqlı üçbucaqda xarici çəkilmiş çevrənin mərkəzi hipotenuzun orta nöqtəsidir. Deməli, bir dənə düzbucaqlı üçbucaq çəkək. Xaricinə çevrə çəkək. Bunun çevrənin mərkəzi hipotenuzun orta nöqtəsidir. Yəni, bura düşəcək. Daha sonra istənilən üçbucaqda daxilə çevrə çəkmək istəyirsə, bu çevrənin mərkəzi tən bölənlərin kəsişmə nöqtəsi olacaq. Məsələn, götürək bir dənə düzbucaqlı üçbucaq yenə. Tən bölənlərin kəsişmə nöqtəsidir deyirəm. Daxilə çevrə çəkək birinci. Bu şəkil üzərində biraz yaxşı göstərə bilmirəm. Onda bu çevrənin mərkəzi tən bölənlərin kəsişmə nöqtəsi olacaq. Yəni, buradan bir dənə tən bölən çəkirik. Buradan bir dənə tən bölən. Buradan da bir dənə tən bölən. Hamısı çevrənin mərkəzində toplanılır. Bu, hər bir üçbucaq üçün eyni olacaq. Və bərabər tərəfli üçbucaqda daxilə və xarici çəkilmiş çevrə sözü olanda böyük yeri kiçik yerin 2 qatına bərabər edirik. Daha sonra daxili və xarici çəkilmiş çoxbucaqlara gəlir. Çevrə daxilinə çəkilmiş dördbucaqlının qarşı bucaqlarının cəmi 180 olur. Bir dənə hər hansı bir dördbucaqlıda eyni olacaq. Və çevrə xaricinə çəkilmiş dördbucaqlının qarşı bucaqlarının cəmi bərabər olacaq. Bir dənə indi düzbucaqlı çəkək. Növbə-növbə hamısını göstərək. Düzbucaqlının daxilinə çevrə çəkmək olmur. Amma xaricinə çevrə çəkə bilərik. Qəşəng çəkənmədim. Təzdən bir an yenə yoxlayaq. Bir tərs çəkməyə çalışdım. Bu çevrənin diametri diaqonala bərabər olacaq. Baxın, burada çevrənin mərkəzi buradır. Radius bura qədər. Bir radius da bura qədər. Görürsünüz, bu həm düzbucaqlının diaqonalıdır, həm də ki, çevrənin diametridir. Daha sonra düzgün 6 bucaqlıdan. 6 bucaqlı çəkə biləcəyikmi görək. İnşallah çəkə bilərik. Yəni, bunu bir dənə silək. Bir tane bir şey çəkdim. Burada böyük radius A-ya bərabər olur. Böyük radius xaricinə çəkilmiş çevrənin radiusudur. Kiçik radius da daxilinə çəkilmiş çevrədir. Daxilinə çəkilmiş çevrənin radiusudur. Bu da A kök 3 bölü 2-dir. Daha sonra
Trapesiyanın daxilinə çevrə çəkək. Trapesiya çəkək birinci. Və daxilinə çevrə çəkək. Çəkəmirəm bu çevrənin içinə. Aha. Daxilinə çevrə çəkdik. Burada oturacaqların cəmi, baxın A, B, C, D deyək də. Oturacaqların cəmi yan tərəflərin cəminə bərabər olur. Və kiçik radius h/2-dir. Bu əlavə düsturdur. A plus B də bərabərdir. Aşağıdan yazıram. C plus D-yə. Daha sonra yalnız bərabər tərəfli trapesiyanın xaricinə çevrə çəkmək olar. Çünki qarşı tərəflərin cəmi 180 dərəcə olur. Rombun da ki, xaricinə çevrə çəkmək olmur. Yalnız daxilinə çəkmək olur. Bir dənə romb çəkək. Rombu belə paxlava kimi çəkirəm. Amma əslində belə çəkmək yanlışdır. Belə çəksəz daha rahat olar. Belə çəkilməlidir. Hətta gəlin belə çəkək. Biraz da daha qəşəng çəkək. Aha. Xətləri artıq düzgün çəkməyi öyrəndim 2 dəqiqə. Aha. İndi bunun xaricinə çevrə çəkə bilmirik, amma daxilinə çevrə çəkə bilərik. Belə. Qəşəng alınmadı. Tamam. Elə deyək ki, içində olsun. İçini çəkməyə çalışıram əlimdən gələn qədər. Burada da radius düsturu h/2-dir. Daha sonra düzgün çoxbucaqlıda böyük yer, yəni xaricinə şəkillənmiş çevrənin radiusu A/2 sinus 180/n-dir. Balaca radius isə A bölünsün 2 tangens 180/n-dir. Bu məncə 9-cu sinifdə çox lazım olmaz. Çünki 9-cu sinifdə sinus tangens falan çox dərinliyinə qədər keçilmir. Amma yenə də öyrənsəz yaxşıdır. İmtahanda düşə də bilər. Amma çox ümidlənməyin düşəcəyini. Yəni mən düşünmürəm belə bir şeyin imtahana düşəcəyini. Çünki neçə ildir belə sinus tangens düşmür. Niyə bu hesab alsınlar? 4-5 ildir, hətta daha çox ola bilər. İndi kvadrata keçəyim. Bir dənə kvadrat çəkirəm yenə. Hətta düzgün çəkənmədim, biraz paralelograma bənzət, amma kvadratdır. Bunun xaricinə çevrə çəkək. Sübut eləyə göstərəcəm. Baxın, bir dənə diagonal çəkirəm. Gördüyünüz bu diagonal həm də çevrənin diametri oldu. Burada da eyni şəkildə diagonal diametrə bərabərdir. Onda radiusumuz da diametrin yarısına bərabər olacaq. Həm diametrin, həm də diagonalın. Bunun daxilinə çevrə çəksəm. Belə. İndi daxilinə çevrə çəkək. Daxilindəki çevrə isə tərəfin yarısına bərabər olacaq. A/2. Və burada diametrində, yəni diagonalın həm də ki diametrin bir düsturu var. A/2-dir. Yəni əgər sizə tərəfi versə, diametri falan verməsə, A/2/2 də yaza bilərsiniz. Belə, yəni başqa da bir şey yoxdur. Digərlərinin də yəqin ki, digərlərinin də daha doğrusu xaricinə və daxilinə çevrə çəkmək olmur. Ona görə zaten onları göstərmədim. Elə hansına olur, hamısını göstərmişəm. Düsturlarda yazmışam. Bu qədər idi hamısı.